Şamaxı şairləri deyərkən adətən bizim yadımıza Xaqani Şirvani, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir kimi şairlər düşür. Lakin Şamaxıdan olan onlarla məşhur Şərqdə və Azərbaycan ədəbiyyatında rol oynamış şairlər vardır. Bunların 5-ini sizin nəzərinizə çatdırıram. Bir Ağa Məhsud Şirvani 18-ci əsrdə yaşamış, 1766-cı ildə vəfat etmişdir. Dəyişmələri, qəzəlləri və qəsidələri vardır. Ən böyük əsəri Şahnamə əsəri Qubalı Fətəli xanın fəaliyyətinə həsr edilmişdir. Özü Sultan Məcid Qənizadənin ulu babasıdır. 2. Nişad Şirvani. Bəzi məlumatlara görə Ağa Məhsud Şirvaninin müəllimi və ustadı olmuşdur. 17-ci əsrin sonları 18-ci əsrdə yaşamışdır. Təsəvvüf və ilahi janrda şeirləri vardır. Lakin bəzi ruhaniləri və yalandan özünü zahidliyə vuranları da lağa qoymuşdur. 3. Bədir Şirvani 1387-1450-ci illərdə yaşamış olan bu şair Şamaxı şairlər məktəbinin ən böyük nümayəndələrindən biridir. Əsərlərini Sultan Şirvanşah 1-ci Xəlilullah və 1-ci İbrahimə həsr etmişdir. 4. Məlik-ü-Şüara Bahar yaxud Mirzə Məhsudullah Bahar Şirvani 19-cu əsrin 30-80-ci illərində yaşamış. Əslən Şamaxıdan olmasına baxmayaraq fəaliyyətini Hindistanda, daha doğrusu sonra isə Tehran və Təbrizdə davam etdirmişdir. Nəsrəddin Şah tərəfindən Məlik-ü-Şüara ləqəbinə layiq görülmüşdür. Şərq ədəbiyyatında son Məlik-ü-Şüaradır. Fars və Azərbaycan dilində çoxlu şeirləri vardır. Fars dilində ən böyük əsəri Töhfətül İraqeyn, Azərbaycan dilində ən böyük əsəri isə Qəzəliyyə əsəridir. Özü Təbrizdə vəfat etmişdir. Və ən nəhayət 5. Mirzə Cəlal Ünsüzadə, Şamaxının məşhur Ünsüzadələr nəslindəndir. Maarifpərvər xadim, şair, publisist kimi məşhur olmuşdur. Ziya Qafqaziyyə qəzetlərinin nəşrində yaxından iştirak etmiş və eyni zamanda Kəşkül qəzetində baş redaktoru və təsisçisi olmuşdur. Türkiyədə də fəaliyyətini başa vuran bu şair Türkiyənin özündə belə böyük publisist kimi ad çıxartmışdır.